Salam dostlar, hər birinizi xoş gördük. Bugün məktəb psixoloqlarının işə qəbul imtahanlarında düşə biləcək suallardan bir neçəsini müzakirə edəcəyik və həmin suallar üzərində məktəbdə psixoloji xidmətin təşkili ilə bağlı bəzi məsələləri öyrənməyə çalışacağıq. Suallar hüquq və vəzifə anlayışlarının təhlili ilə əlaqədardır. Başlayaq birinci suala. 1. Məktəb psixoloqunun ümumi vəzifələrinə aiddir. 1. Şagird və sinif kollektivinin öyrənilməsi. Bəli, biz bunu məktəb psixoloqunun əsas və ümumi vəzifəsinə aid edə bilərik. Məktəb psixoloqu şagird və sinif kollektivini öyrənməli və orada olan münasibətləri araşdırmalıdır, yeri gəldikdə müdaxilə edə bilər. Hər hansı bir korreksiya edici fəaliyyət göstərmək üçün. 2. Profilaktik və korreksiya edici işlərin təşkili. Bəli, bunu da məktəb psixoloqunun ümumi vəzifəsinə aid etmək olar. Biz bilirik ki, məktəb psixoloqu məktəbdə 5 istiqamət üzrə fəaliyyət göstərməlidir. 1. Profilaktika, 2. Korreksiya edici işlər, 3. Maarifləndirilmə işləri, 4. Konsultasiya işləri və 5. Psixodiaqnostik işlər. Bu 5 fəaliyyət üzrə məktəb psixoloqu öz fəaliyyətini məktəbdə həyata keçirir. Növbəti 3. Peşəsinə irəli gələrək seminar və konfranslarda iştirak etmək. Bu vəzifədən daha çox hüquqa aid olan bir bənddir. Çünki məktəb psixoloqunun öz peşəsinə irəli gələrək hər hansı bir peşə təcrübəsini artırmaq məqsədi ilə seminarlarda, konfranslarda, təlimlərdə həm əyani, həm də onlayn şəkildə iştirak edə bilər. Bu onun hüququdur. Bunu vəzifə hesab etmirik. 4. Şagirdlərlə iş zamanı yaş xüsusiyyətlərinə uyğun yanaşma. Bəli, bu da məktəb psixoloqunun əsas vəzifələrindən biridir. Məktəbdə işləyən psixoloq şagirdlərlə mütləq şəkildə onların yaşına uyğun davranmalıdır. Metodikalar seçərkən yaş xüsusiyyətlərini nəzərə almalıdır. Təsəvvür edin ki, biz 1-ci sinif şagirdinə tətbiq ediləcək metodikanı 7-ci sinif şagirdinə tətbiq edirik. Bu zaman əldə olunan nəticələr etibarlı olmayacaq və onların doğruluğu ilə bağlı şübhələr yaranacaq. Ona görə mütləq şəkildə metodika şagirdin yaş xüsusiyyətinə uyğun olmalıdır. 5. Şagirdlərə hüquqi məlumatların verilməsi. Bunu məktəb psixoloqunun nə vəzifəsi, nə də hüququ hesab etmək olar. Çünki hüquqi məlumat vermək məktəb psixoloqunun dediyimiz kimi nə vəzifəsi, nə də hüququdur. Bunu digər məsul şəxslər həyata keçirir. Sualın cavabına gəldikdə 1, 2 və 4-cü bəndlər uyğundur. Bu da A variantındadır. Keçək növbəti suala. Burada isə hüquqlar soruşulur. Gəlin baxaq. Məktəb psixoloqunun hüquqlarına aiddir. 1. Şagirdlərlə zəruri maarifləndirici tədbirlər təşkil etmək. Biz digər sualın izahında qeyd etdik ki, maarifləndirmə işləri, eyni zamanda psixodiaqnostika, psixodiaqnostik işlər, psixokorreksiyon işlər, bunlar daha çox vəzifədir və məktəb psixoloqu bunları yerinə yetirməlidir. Bunu hüquq hesab etmək olmaz. 2. Peşə vəzifəsini lazımınca yerinə yetirməsi üçün şərait tələb etmək. Bəli, məktəb psixoloqunun hüququdur ki, o öz peşə vəzifəsini layiqincə və keyfiyyətli yerinə yetirməsi üçün şərait tələb edə bilər. 3. Uşaqlarla aparılan işlərdə müstəqil surətdə metodlar seçmək. Bunu da hüquq hesab eləmək olar. Məktəb psixoloqu özü müstəqil surətdə, kənar şəxslərin müdaxiləsi olmadan öz metodikasını seçə bilər və şagirdlər üzərində tətbiq edə bilər. Bunu da düzgün cavab hesab edirik. 4. Şagirdlər haqqında əldə edilən şəxsi məlumatları kənar şəxslərlə bölüşməmək. Bu hüquqdan daha çox konfidensiallıq prinsipindən irəli gələn bir vəzifədir. Məktəb psixoloqu şagirdlər haqqında əldə etdiyi məlumatları kənar şəxslərlə paylaşmamalıdır. Bu həm psixoloqun şagirdlər arasında etibarını və etimadını qorumaq üçündür və eyni zamanda peşə etikasını gözləmək üçündür. Onun əsas peşə etikalarından biri də məktəb psixoloqunun hər hansı bir məlumatın sirliliyini qorumasıdır. Kənar şəxs dediyimiz şəxslər də burada şagirdin üzərində hər hansı bir valideynlik və ya da qəyyumluq vəzifəsini daşımayan şəxslər nəzərdə tutulur. Təbii ki, şagird haqqında məlumatları onun ətrafında olan yaxın adamları, qəyyumları və ya da valideynləri əldə edə bilər. Amma kənar şəxslər xeyr. Bu vəzifə olduğu üçün hüquq hesab eləmirik. Növbəti 5-ciyə baxırıq. Psixodiaqnostik metodların səmərəliliyinin qiymətləndirilməsində iştirak edirik. Bunu da hüquq hesab edirik. Çünki məktəb psixoloqu hər hansı bir psixodiaqnostik metodların qiymətləndirilməsində, onların keyfiyyətli tətbiqində və ümumən tətbiqliyinin qiymətləndirilməsində iştirak edə bilər. Bu onun hüququdur. Hüquqlar burada qeyd olundu. 2, 3 və 5. Düzgün cavab C variantı. Növbəti suallarda görüşənədək sağ olun, ümidvaram bu iki sual üzərində hüquq və vəzifə anlayışlarını təhlil etməyə çalışdım. Sağ olun.